şərəfli olmaq istəyirsinizsə, həm bu dünyada, həm də ahirətdə mütləq və mütləq təvazükar olmaq sifətini özünüzdən ayırmayın. Hər zaman mütəvazi olmağa çalışın, alçaq gönüllü olmağa çalışın. Hər zaman kasıblarla, imkansızlarla oturmağa çalışın. O insanların yanında huzur tapacaqsınız və bu sifəti öyrənəcəksiniz. Amma ancaq vəzifəçilər, ancaq pullular, ancaq keyf damaq əhli, ancaq qolunun gücünə güvənənlər, ancaq kibirlərin içində heç bir zaman sən bu xəstəlikdən şəfa tapmarsan, heç bir zaman müalicə olmarsan. Peygamber sallallahu aleyhi ve sellem İmam Müslim'in sahih kitabında rivayet ettiği hadisinde buyurur. İnnallâhe evhâ ileyye en tevâda'u. Allah mənə vəhy olarak nazil ettir ki, ey Muhammed, sen ve senin yolunla giden herkes təvazükar olsun. Herkes kibirden uzak olsun. Muhammed sallallahu aleyhi ve sellem başka bir hadisinde buyurur, cennete girmeyecek kimin qəlbində miskal zərrəsi qədər, toz, qum zərrəsi qədər təkəbbürlülük, kibir özünü yuxarıdan aparmaq olarsa.